Quran buyurur, Allah onları sevər, onlar da Allahı sevərlər. Ayədə əvvəlcə Allah onları sevər deyir. Bu ardıcıllıq isə təsadüfi deyil. Çünki insanın Allaha olan sevgisinin özü belə Allahın lütfu ilə başlayır. Əllamə Təbətəbai ayənin təfsirində qeyd edirdi ki, insanın qəlbində Allah sevgisinin yaranması ilahi inayətin təzahürüdür. Buna görə də məhdud və maddəyə bağlı bir varlığın sonsuz həqiqətə yönəlməsi özü ilahi bir çağırışdır. Bəzən insanın daxilindəki qəribə narahatlıq belə Allahın onu çağırmasının əlamətidir. Quranda buyurulur, Allah tövbə edənləri, təmizlənənləri və səbr edənləri sevər. Burada sevgi ilahi yaxınlıq mənasındadır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insanın Allaha sevgisi digər sevgilərdən fərqlidir. Çünki insan başqa sevgilərdə bir xüsusiyyətə bağlanır, amma Allah sevgisində ruh sonsuz kəmala tərəf çəkilir. Ayətullah Behçət ağa deyirdi ki, əgər insan Allahı tam sevmirsə belə, Allahın onu sevməsini istəməsi belə böyük nemətdir. Əgər varlığın özündə sevgi olmasaydı, heç bir varlıq başqa varlığa meyl etməzdi. İnsan bəzən düşünür ki, onu zəiflədən şey sevgi, onu qoruyan isə məntiqidir. Əllamə Təbətəbai deyirdi ki, idrakın ən yüksək mərhələsi qəlbin təmizlənməsi ilə açılır. Onun baxışında insanın həqiqəti dərk etməsi həm də daxili saflaşma ilə açılan bir görmədir. Qeyd olunur ki, yolun başlanğıcı özünü yumuşaltmaqdır. Yəni insanın daxili sərtliyi artdıqca idraki genişlənsə belə qəlbi daralır. Qəlb sərtləşəndə Allahı da düzgün tanımır. Necə ki, insan heç kimi sevə bilmirsə, çox vaxt Allahı da anlayış səviyyəsində tanıyır. Quran buyurur, onun ayələrindəndir ki, sizin üçün öz cinsinizdən zövcələr yaratdı ki, onların yanında rahatlıq tapasınız və aranızda məhəbbət və mərhəmət yaratdı. Əllamə Təbətəbai deyirdi ki, Quranda məvəddət və rəhmət birlikdə gəlir. Çünki sevgi həm də insanın varlığını başqa bir varlığa doğru açmasıdır. İnsan bir şeyi həqiqətən sevdikdə artıq öz egosunun mərkəzindən çıxmağa başlayır. Ayətullah Həsənzadə Amuli yazırdı ki, insan ruhu sonsuz gözəllik istəyir. Çünki onun fitrəti sonsuz gözəllikdən gəlir. Bu səbəbdən insan dünyada heç bir sevgidə tam sakitləşmir. Ona görə ki, ruhun axtardığı əsl həqiqət fanidə yoxdur. İrfan alimləri deyirdi ki, mələkdə şəhvət yoxdur ki, onu aşsın. Heyvanda isə ağıl yoxdur ki, yüksəlsin. İnsan isə hər ikisinin ortasında yaradılıb. Ona görə də insanın sevgisi daha ağırlı olduğu üçün daha dərin ola bilər. Əllamə Təbətəbai insan sevgisini tam inkar etmir. Əksinə bildirir ki, insanın fitrətində sonsuz gözəlliyə meyl var. İnsan bəzən bunu bilmədən məhdud varlıqlarda axtarır. Yəni bir insanı sevir, amma əslində onun ruhu o insanda gördüyü gözəllik, mərhəmət və kamal vasitəsilə sonsuz gözəlliyə tərəf yönəlir. Əgər insan yalnız cismani tərəfə bağlanırsa, sevgi zamanla əzaba çevrilə bilər. Çünki məhdud olan şey bir gün dəyişir və uzaqlaşır. İrfan alimləri deyirdi ki, insanın daxilindəki ən dərin ağrı əslində Allahdan uzaqlığın ağrısıdır. Sadəcə insan onu çox vaxt başqa adlarla yaşayır. Qeyd olunur ki, mələk günaha düşmür, şəhvətlə savaşmır və nəfs daşımır. İnsan isə qaranlığın içində Allahı axtarır. Ona görə də insanın yenidən dönməsi irfanda çox böyük məqam sayılır. Əllamə Təbətəbai deyirdi ki, Quran qorxunu sevgi ilə balanslaşdırır. Qurandakı xof kəlməsi isə çox vaxt Allahın ədalətini, insanın isə öz məsuliyyətini dərk etməsidir. Necə ki, Quran buyurur, onlar Rəbbini qorxu və ümidlə çağırırlar. Ayətullah Behçət ağa deyirdi ki, Allahı sev, amma ondan arxayınlaşma. Çünki bəzən insan Allah məni sevir düşüncəsi ilə günaha qarşı həssaslığını itirə bilər. Lakin Quranda həm Allahın rəhməti hər şeyi əhatə edib deyilir, həm də insanın əməllərinə məhsul olduğu bildirilir. Ayətullah Cavad Amuli izah edirdi ki, Qurandakı Allah onları sevər, onlar da Allahı sevərlər ayəsi qarşılıqlı münasibətdən danışır. Yəni insanın sevgisi həmçinin itaət, məsuliyyət və təslimiyyətlə sübut olunur. İnsan etimad, təfəkkür və məsuliyyət arasında yol getmək üçün yaradılıb. İrfan alimləri deyirdi ki, mərifət sadəcə çox düşünmək deyil, bildiyin həqiqətlə yaşamaqdır. Çünki bəzən bir səmimi ibadət, bir günahdan uzaq durmaq insanı 100 fəlsəfi mübahisədən daha çox Allaha yaxınlaşdırır.